Hər vaxtınız xeyir dəyərli izləyicilər. Bu videomuzda müəllimlərin işə qəbul imtahanına hazırlaşan müəllimlər üçün, namizədlər üçün daha doğrusu imtahanları necə qeydiyyatdan keçmək lazımdır, o haqda izah paylaşmağa çalışacağam. Bacardığım qədər ətraflı, təfərrüatlı izah verəcəm ki, hər kəs rahatlıqla qeydiyyatdan keçə bilsin. Əvvəla biz Google axtarış sistemində rahat bir formada MİQ qeydiyyat yazırıq və daxil oluruq. Və MİQ qeydiyyatdan sonra baxıram ki, qarşımıza belə bir ilk səhifə gəlir. Müəllimlərin işə qəbulu MİQ Edu.az. Ora daxil oluruq. Daxil olduqdan sonra bizə fikir verin, 2026-27-ci il tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqə. Şəxs səhifəniz daxil olun, sonra qeydiyyatdan keçin var burada. Biz qeydiyyatdan keçməliyik. Ona görə qeydiyyatdan keçinə toxunuruq. Burada digital login gəlir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi. Elə digital loginə bir dənə tıklayırıq. Ondan sonra bizim qarşımıza belə bir sual gəlir. MyGov-la daxil olma, yoxsa digər üsullar. Burada digər üsullar nədir? Sima, imza, asan imza, identifikasiya hər biri ilə olar. MyGov fikrimcə ən rahatıdır. Burada identifikasiya nədir? Məsələn, siz hardasa asanda öz tətbiqiniz varsa, yəni asan logininiz varsa, identifikasiya yazıb asan logində qeydiyyatdan keçə bilərsiniz bu formada. MyGov varsa, MyGov lap rahatdır. Daxil oluruq MyGov-a. Burada bizdən bir şifrə istəyir. Şifrəni daxil eləyirəm mən. Daha sonra deyir ki, nömrənizi təsdiq etmək üçün daxil edin. İlk seçimimiz nömrədir. Nömrəni daxil edirəm. Məndə 055 418 82 02-dir. Nömrəmi daxil elədim. Nömrəni düzgün daxil edin. Növbəti mərhələdə daxil etdiyiniz nömrəyə gələcək SMS kodu qeyd etməlisiniz. Davam etdik. Nömrəni daxil edəndən sonra. Nömrənizə gələn təsdiq kodunu daxil edin. İndi nömrəyə təsdiq kodu gələcək. Aha, koda baxdım. Gələn kodu mən qeyd edirəm. Və kodu təsdiqlə vurduq. Deməli, müsabiqədə iştirak. Şəxsi məlumat, təhsil haqqında məlumat, digər məlumatlar. Müsabiqədə iştirak etmək istədiyiniz bölmə seçirik Azərbaycan bölməsi. Əgər Rus dilisinizsə, yəni Ruski sektora təhsil almısınızsa, Rus bölməsini seçməlisiniz. Müsabiqədə iştirak etmək istədiyiniz fən, deməli, Azərbaycan dili və ədəbiyyatı, Alman dili, biologiya, coğrafiya, fizika, fizik tərbiyə, yəni hansı müəllimsinizsə, həmin fənni seçməlisiniz. Bizim müəllimlər ən çox ibtidai sinif müəllimidir. Mən burada seçirəm ibtidai sinif. Burada ibtidai sinif müəllimliyi, yəni müəllimliyi sözü bu hissədə olmur. O növbəti turlarda olacaq. Yəni müəllimlik sözü burada yoxdur, qorxmayın. Bu fənin adıdır hələ ki. Deməli, növbətini vurduq. Mənim soyad Elnur Camallı, doğum tarixi. Bu hissədə mənim şəxsi məlumatlarım var. Baxın, burada faktiki yaşadığı rayon, şəhər deyir. Buranı seçirik. Hal-hazırda tutaq ki, mən yaşayıram Sumqayıtda. Siz harada yaşayırsınızsa onu seçməlisiniz. Seçdim Sumqayıtı. Yaşadığı ünvan. Hal-hazırda hansı ünvanda yaşayırsınız? Bu nəyə görə önəmlidir? Çünki imtahanda hara düşəcəyiniz yaşadığınız ünvanı əsasən müəyyənləşir. Yəni yaşadığınız ünvanı yazmaqdan çəkinməyin ki, siz rahat şəkildə imtahana gedə biləsiniz. Məsələn, qeydiyyatınız tutaq ki, Gəncəyədir, siz Bakıda yaşayırsınız. Durub burada Gəncəni yazmayın. İmtahanı verəcəklər Gəncəyə, durub buradan Gəncəyə getməli olacaqsınız. Ona görə harada yaşayırsınızsa, bura onu yazın ki, imtahanda sizə yaşadığınız yerə yaxın bir adres versinlər. Tutaq ki, mən bura yazıram Sumqayıt. Səhv yazdım. Sumqayıt şəhər. Görüm, Azərbaycan şriftləri varmı? Aha. Şəhər 13-cü MKR.
E-mail burada e-mail qeyd edə bilərsiniz. E-mailin qarşısında ulduz yoxdur. Ulduz olmadığına görə e-mailin qeyd olunması o qədər də önəmli deyil. Qeyd eləməyə də bilərsiniz. Məsələn, mən qeyd eləyirəm. Elnur Camallı 94. Qeyd elədim bunu. Daha sonra mobil nömrə, yəni burada yenə öz aktivliyini göstərir. 418 82 02. İşarəli xanaların doldurulması zəruridir. Burada öz şəklim gəlir və növbətiyə basırıq. Sonra təhsil haqqında məlumat isə təhsil pilləsi seçin. Sizdə orta ixtisasdır, alidir, ali 5 illikdir, yəni əyani qiyabidir. Məndə ali bakalavriat təhsildir. İxtisas seçin. Aha, burada ixtisas artıq önəmlidir. Tutaq ki, mən ixtisasca Azərbaycan dili və ədəbiyyatı müəllimliyi üzrə bitirmişəm. Bu arada ibtidai sinif qeyd elədim, ibtidai müəllimlərə görə. Ona görə qayıdım əvvələ düzəldim onu. Deməli, mən baxın, burada bir Azərbaycan dili və ədəbiyyatı var, bir də Azərbaycan dili və ədəbiyyatı müəllimliyi. Mən artıq burada müəllimliyini seçməliyəm. Daha sonra digər fənlərə də aiddir o. İbtidai siniflərdə görək necə yazılır o. Baxın, burada ibtidai sinif müəllimi, ibtidai sinif müəllimliyi. Burada yenə diplomunuza baxın, əsas diplomunuzda olduğu kimi. Müəllimliyi bu fənnin əsas tərəfidir. Ona görə müəllimliyini seçməlisiniz. İbtidai sinif müəllimləri üçün deyirəm. Məndə Azərbaycan dili və ədəbiyyat olduğuna görə mən elə Azərbaycan dili və ədəbiyyatın müəllimliyini seçirəm. Deməli, Azərbaycan dili və ədəbiyyatını seçdikdən sonra deyir təhsil aldığım müəssisə. Deməli, hansı müəssisəni bitirmisinizsə onu qeyd edirsiniz. Tutaq ki, Sumqayıt Dövlət Universiteti. Daxil olma ilini seçirsiniz. 2011. Bitmə ilini seçirsiniz. 2015. Diplomun səviyyəsi məndə adidir. Təhsil sənədinin nömrəsi. Təhsil haqqında sənədin hər birinin diplomu var. Diplomun üzərində rəqəmlər var. Onu yazmaq lazımdır. Tutaq ki, məndə A nömrə Deməli, qeyd eləyəndən sonra diplomu deyir burada yüklə. Faylın formatı nə olmalıdır? Yəqin ki, PDF olmalıdır. İndi PDF formasına çevirdim. Yenidən diplomu yükləməyə vururam. Burada PDF formatı gəldi. Diploma bax, şəklinə də baxıram. Deməli, aha, bu formada diplomu çəkmişəm. Geri dönürük və növbətiyə basırıq. Bəli. Digər məlumatlar. Hazırda müddətsiz müqavilə əsasında fasiləsi olaraq həvəsləndiyin tədbirlərin tətbiq edildiyi müəssisədə çalışırsınızsa, çalışdığınız müddəti seçin. Mən çalışmıram hal-hazırda. Çalışırsınızsa 3 ildən 5 ilədəkdir, yoxsa 5 ildən çox olduğunu müəyyənləşdirmək lazımdır. İşlədiyiniz müəssisənin tabe olduğu yerli təhsil sektoru, yəni harda işləyirsinizsə, hansı ərazidə yerləşir, onu seçməlisiniz. İşlədiyiniz müəssisə, onu seçməlisiniz. Hansı məktəbdə işləyirsiniz. Sonra birinci dərəcə əlilliyi olan şəxsiniz. Mən xeyr. Təsdiq edici sənəd yüklüyün yüklənən sənədin həcmi 2 MB, yəni əlillik üzrə. Yəni əlilliyiniz varsa onu təsdiq edən sənəd yükləməlisiniz. Pedaqoji staj, tutaq ki, mənim öz pedaqoji stajım 3 ilədəkdir. Yəni 3 il işləmişəm məktəbdə. Elmi dərəcəm yoxdur, tarixi yoxdur. Təltif yoxdur, tarix yoxdur. Dərslik müəllifi deyiləm. Dərsliyin adı yoxdur. Dərc olunma tarixi yoxdur. Dərs vəsaiti müəllif deyiləm. Ona görə bu da yoxdur. Burada yazı düşdü. Aha. Tədris vəsaiti müəllifliyi əlavə et. O da yoxdur. Sonra deyir ki, burada şəhid ailəsi üzvüsünüzsə, tələb olunan sənədləri şəhid ailəsinin üzvü olduğunu təsdiq edən sənədin və ya vəsiqənin surətini, həmçinin şəhid ailəsinin üzvü olduğunu təsdiq edən doğum haqqında şəhadətnamənin və nikah haqqında şəhadətnamənin surətini toplayaraq vahid bir fail şəklində müvafiq xanaya yükləyin. Failin formatlara baxın: JPG, PNG, PDF. JPG şəkil deməkdir. PNG, PDF də şəklin PDF-ləşmiş forması ola bilər. Yəni ən çox istifadə olunan JPG, PNG və PDF-dir. Daha sonra deyir ki, şahid ailəsi üzvü, əri, arvadı, valideynləri, qardaşları və bacıları, uşaq evlərindən tərbiyə olunanlar,
18 yaşına çatmamış uşaqları 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. Bu varsa sənəd yükləməlisiniz. Burada məsələn nümunə sənədlərlə vurub tanış ola bilərsiniz. Necə eləmək lazımdır? İndi heç biri olmadığına görə növbətiyə keçirəm mən. Keçə bilmədim. Burada təltifi seçməmişəm. Təltif yoxdur. Bu qalıb, yadımdan çıxıb. İndi növbətiyə keçək. Deyir ki, indi daxil etdiyiniz məlumatları yoxlayın və təsdiqləyin. Diqqət! Elektron ərizənizi təsdiq etməzdən əvvəl məlumatlarınızın düzgün daxil etdiyinizə əmin olun. Elektron ərizənizi təsdiq etdikdən sonra məlumatlarınızda hər hansı bir dəyişiklik etmək mümkün olmayacaq. Ona görə bir daha gəlirəm, baxıram. Müsabiqə növü test imtahanı mərhələsində iştirak. Müsabiqədə iştirak etmək istədiyiniz fən Azərbaycan dili və ədəbiyyatı. Bölmə Azərbaycan bölməsi. Burada öz şəxsi məlumatlarım var. Deməli, fin kodum doğrudur. Ad, soyad, yaşayış yeri hər biri doğrudur. Mobil nömrə doğrudur. Bu hissədə xarici təhsil almışam. Xeyr, təhsil pilləsi ali bakalavriatdır. İxtisas Azərbaycan dili və ədəbiyyatı müəllimliyi. Baxın, müəllimlik ixtisasda doğru yazılmalıdır. Təhsil aldığı universitet daxil olma, bitmə ilə hamısı qeyd olunur və doğrudur. Digər məlumatlarda da 3 ilə deyə sadəcə stajım var. Onu qeyd eləmişəm və başqa da heç nə yoxdur. Ona görə təsdiqləyin və bitirin. Mən artıq öz sənədimi təsdiqlədim və burada mənə deyir ki, hörmətli Elnur Camallı, müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirakla əlaqədar müraciətiniz baxılma mərhələsindədir. Ərizəniz yoxlanıldıqdan sonra şəxsi səhifənizə müvafiq məlumat göndəriləcək. Bu məlumat da nədir? Biz bilirik ki, artıq bu ildən imtahanları qeydiyyat ödənişlidir. Bu sadəcə ərizənin təsdiq mərhələsidir. Bizim bu elədiyimiz. Birinci növbədə biz ərizəmizi təsdiqləyirik. Bizə məlumat daxil olandan sonra biz son olaraq daxil olub ödəniş eləyib artıq imtahan kağızını əldə eləyəcəyik. Son olaraq bizə rəsmi şəkildə təqdim olunan bəzi məlumatları haqqınızda kimə nə maraqlıdırsa o haqqda biraz danışmaq istəyirəm. Deməli, bura diqqətlə baxaq. Deyir ki, müəllimlərin işə qəbulu prosesinin ödənişli olması ilə bağlı tez-tez soruşulan suallara cavab. MİQ müsabiqəsi ödənişlidirmi? Bəli. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 aprel 2026-cı il tarixi ilə 114 nömrəli qərarına əsasən MİQ müsabiqəsində iştirak rüsumu 60 manat olaraq müəyyən edilmişdir. Yəni siz bizim elədiyimiz bu təsdiq formatından sonra sizə gələn məlumata əsasən daxil olub 60 manat ödəyəcəksiniz. Bunun davamında deyir, ödəniş hansı mərhələdə həyata keçirilir? Qeydiyyat mərhələsində ödəniş tələb olunmur. Biz hansı ki, indi o qeydiyyat mərhələsini elədik və bir ödəniş tələb olunmadı. Namizəd əvvəlcə müraciətini tamamlayır, biz tamamladıq. Müraciəti təsdiqləndikdən sonra ödəniş mərhələsinə yönləndirilir. Yəni, indi biz cavab gözləyirik ki, bizi oraya yönləndirsinlər. Ödəniş tamamlandıqdan sonra namizədin iştirak statusu aktivləşdirilir. Yəni, hər şey doğru eləmişik, indi biz sadəcə məlumat gözləyirik. Ödəniş hansı üsulla həyata keçirilir? Ödəniş elektron qaydada həyata keçirilir. Namizədlər bank kartı vasitəsilə sistem üzərindən onlayn ödəniş edə bilərlər. Yəni, indi bizə bir sistem veriləcək. Həmin sistem açılandan sonra da ödənişi necə eləmək lazımdır göstərəcəm. O da çox rahatdır əslində. Yəni, bizə bir sistem veriləcək, ora daxil olacaq. Bizdən bank kartı məlumatlarını istəyəcək, yazıb ödənişimizi eləyəcəyik. Çox sadə bir formada. Rüsumun ödənişindən kimlər azaddır? Ən çox verilən suallardan biri budur ki, kimlər bu rüsumdan azaddır. Ümumiyyətlə, imtahanda balların hesablanması ilə bağlı da çox sual verilir ki, kimlər hansı üstünlüklərə malikdir. Baxın, deyir ki, qanunvericiliyə əsasən aşağıdakı kateqoriyalara aid olan namizədlərdən müsabiqədə ödənişsiz iştirak edirlər. Müsabiqədə ilk dəfə iştirak edən namizədlər ödəniş etmir. Şəhid ailəsinin üzvləri ödəniş etmir. Müharibə veteranı adı almış şəxslər ödəniş etmir. Əlilliyi olan şəxslər ödəniş etmir. Ünvanlı dövlət sosial yardım alan ailə üzvləri ödəniş etmir. Ödənişdən azad olunan kateqoriyalara aidiyyət necə müəyyən ediləcək? Namizədin ödənişdən azad olunan kateqoriyaya aid olub olmaması aidiyyəti dövlət informasiya sistemləri üzərindən avtomatik qaydada yoxlanılacaqdır. Yəni, buna avtomatik şəkildə baxacaqlar. Bu, ən çox təqdim olunan suallardır. Hansı ki, kimə nə qaranlıq qalsa, yenə də bu videonun rəy bölməsində qeyd edə bilər. Əlimdən gələn qədər sizlərə kömək eləməyə çalışdım. Rüsumun da ödənişi olduqca rahatdır. Yenə də müəyyən problemlər yaransa, istəsəz onun da videosunu çəkib paylaşaram. Sağ olun.